Amerika Birləşmiş Ştatları və İran arasında nüvə danışıqları ilə bağlı təzad günbəgün artır. Bir yandan Ağ Ev rəhbəri Donald Trump razılaşmaya çox yaxın olduqlarını bildirir. Hətta Tehrana zərbə indirməyi planlayan İsrail baş naziri Benyamin Netanyahuya bununla bağlı xəbərdarlıq edir. Verilən mesajla bölgədəki hərbi ritorikanın yumşaldılması istənilir ki, prosesə zərər gəlməsin. Digər tərəfdənsə İran Xarici İşlər Naziri Abbas Əraqçı deyilənlərin tam əksini iddia edir. O, X hesabında yazıb ki, İslam Respublikası və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları hələ də qalır. Əraqçı bildirib ki, yalnız bütün sanksiyaların tam şəkildə aradan qaldırılması və İranın sülhməramlı atom proqramı, o cümlədən uranın saflaşdırılması hüququnun qorunması ilə mümkün ola bilər. Lakin Vaşinqton və Tehran arasında nüvə ilə bağlı danışıqların 5 raundu baş tutsa da hələ də yekun nəticə əldə edilməyib. Ekspertlərsə indiki geosiyasi proseslər fonunda Vaşinqtonun bu yöndə müsbət addımın gəlməyəcəyi qənaətindədirlər. Heç bir tərəf bu şərtləri sona qədər yerinə yetirməyəcək. Amma bu danışıqlar pasiv də olsa, ləng də olsa davam eləyir. Təbii ki, ABŞ bu varianta əl atmayacaq. Çünki yaxın şərqdə ən yaxın müttəfiq olan İsrailin təhlükəsizliyi üçün. Çünki ABŞ-a, Ağ Evin siyasətinə təsir edən ciddi şəkildə Yahudi lobbisi var. Hazırda İran barəsində siyasi qalmaqalların yaşandığı uranı 60%-ə qədər saflaşdırmağı bacarıb. Lakin bu göstərici nüvə silahının hazırlanması üçün tələb olunan 90%-dən azdır. Lakin atom elektrik stansiyaları üçün kifayətdir. Buna baxmayaraq Donald Trump danışıqlar davam etdiyi halda belə dəfələrlə İranın nüvə obyektlərinə hava zərbələri endirəcəyi ilə bağlı hədəliyib. İranın ali dini lideri Əli Xamenei isə uranın emalının dayandırılması ilə bağlı tələbləri rədd edir. Eyni zamanda bəzi ölkə rəsmiləri beynəlxalq medianın hadisələri olduğundan fərqli təqdim etdiyini deyir. Onların fikrincə razılaşma üçün hələ də ciddi maneələr qalır və hazırda yekun sənəddən danışmaq real deyil. Barış biraz zor çünkü bunun en büyük sebeplerinden bir tanesi İran nükleer üretimine ilişkin bunu düşman ülkelere, kendi düşman ülkelerine karşı en büyük koz olarak kullanıyor. Bunun da nedeni şu, olası bir İran'da rejim değişikliği olmaması için elindeki kozları düşman ülkelere, kendilerinin düşman gördüğü ülkelere, işte İsrail, Amerika Birleşik Devletleri ve Körfez'deki diğer ülkelere bir koz olarak kullanıyor. Belə mürəkkəb mənzərədə hər iki tərəf fərqli mesajlar verir. Bu da siyasi ritorikanı artırmaqla tərəflər arasındakı gərginliyi yüksəldir. Nəticədə isə nüvə danışıqlarının aqibəti dalana dirənir.